Aprel döyüşləri. 2016-cı ilin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafında yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu. Bütün Azərbaycan vətəndaşları birləşdi. Bütün dünya Azərbaycanlıları birləşdi. Bir yumruq gibi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bugüne qədər də düşmən özünə gələ bilmir. Ermənistan ordusu 44 gün ərzində tamamıyla məhv edilmiştir. Prezident İlham Əliyev bu sözləriyle bir daha təsdiqləyir ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. Qarabağ Azərbaycanın ayrılması hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bugün də onun tərkibindədir. Gələcəkdə də belə olacaq. Qeyd edək ki, Aprelin 4-də Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədi ilə cəbhənin əsasən Ağdərə, Tərtər və Xocavənd, Füzuli istiqamətlərində mövqələrimizə yenidən hücum etdi. Təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədi ilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis istehkam tədbirləri həyata keçirildi. Bununla da erməni səngərləri haqqında mifi alt-üst edildi. Beynəlxalq Radionun əməkdaşı Samir Abbasovun müsahibi, hərbi ekspert Azər Bayramov Beynəlxalq Radio müsahibəsində bununla bağlı deyib. Aprel döyüşlərində düşmənin əlbəttə ki 30 il ərzində formalaşdırdığı bir çox miflər var idi ki, darmadağın edildi. İlk növbədə o mühəndis maneələrin yarılması, növbəti olaraq strateji yüksəkliklərin nəzarətə götürülməsi və bununla da bağlı düşmənin hər hansısa bir gücünün olmaması əlbəttə ki düşmən haqqında formalaşdırılmış o yalancı mifləri darmadağın olmasına səbəb oldu. Azərbaycan ordusunun arsenalında olan bir çox yeni nəsil silah-sursat var idi ki, biz onun effektiv şəkildə tətbiqini müşahidə etdik və qısa müddət ərzində düşmənin 30-a yaxın zirehli texnikası və tankının sıradan çıxarması, 300-ə yaxın şəxsiyyətinin zərərsizləşdirilməsi əlbəttə Azərbaycan ordusunun gücünü və əzmini bir daha göstərdi. Bu döyüş Azərbaycan ordusunun döyüş qabiliyyətini və müasir hərbi texnikalardan istifadə bacarığını nümayiş etdirmişdi. Əlbəttə, 2016-cı ilin aprel döyüşlərində əldə edilən böyük hərbi uğurun məntiqi nəticəsi olaraq 2020-ci ildə Vətən müharibəsində xalqımızın əbədi və əzəli torpaqları olan Qarabağ düşmən işğalından tamamilə azad edildi. Lələtəpədən başlanan şərəfli yol Şuşa zəfəri ilə bitdi. 2023-cü ilin sentyabr ayında isə bir günlük lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Aprel döyüşlərini zəfərə aparan yol olaraq dəyərləndirən müsahibimiz hərbi ekspert Azər Bayramov dinləyək.
Əlbəttə, aprel döyüşləri bununla da yanaşı 2-ci Qarabağ müharibəsinə aparan əsas zəfər idi, əsas yol idi. Hansı ki, elə 2-ci Qarabağ müharibəsində də məhz aprel döyüşlərində əldə olunmuş təcrübədən yararlanaraq biz Azərbaycan ordusunun sürətli şəkildə irəliləyişini müşahidə etdik. Və elə hesab edirəm ki, məhz düşmən tərəfi qısa müddət ərzində aldığı zərbələrdən sonra düzdür bunu hər hansısa bir yalançı informasiyalarla örtbasdır etməyə çalışırlar. Ancaq 2-ci Qarabağ müharibəsində Azərbaycan ordusu yenə də öz sözünü döyüş meydanında dedi. Və bu günləri Azərbaycan ordusunun, eyni zamanda Azərbaycanın hərb tarixinə qızıl hərflərlə düşmüş aprel döyüşləri elə hesab edirəm ki, gələcək nəsillər üçün də bir nümunədir və bir qəhrəmanlıq tarixidir. Əlbəttə, Azərbaycan ordusu bu gün də öz fəaliyyətini dayanmadan davam etdirir. Əldə edilmiş qələbələrə baxmayaraq, bu gün də yenidən formalaşması və eyni zamanda təkmilləşdirilməsi üçün peşəkar şəxsi heyətin hazırlığı üçün yetərincə zəruri tədbirlər həyata keçirilir. Thank you.